Axşamınız xeyir əziz dostlar. Hərçənd ki bizdə artıq axşam deyil, gecədir, gecə saat 12-nin yarısıdır. Amma görüşməyimizə çox şadam, hamınızı ürəkdən salamlayıram. Bakının qarlı, küləkli, çoğunlu qışından sınavınıza salam göndərirəm. Baxmayaraq siz bizdən daha şimalda yaşayırsınız, amma bu il Bakı şimaldan geri qalmır bu cəhətdən. Mən keçən dəfə də görüşümüzdən çox razı qalmışdım. Bu gün də bu otağa qatılmağıma sevinirəm. Ona görə ki, doğrudan da otağın bir xeyirxah və xoş havası var. Bir-birimizə qulaq asmaq bizim əslində yəni belə deyək ki, borcumuzdur. Bir-birimizi dinləmək. Elə bir yerə gəlib çatmışıq ki, biz bir-birimizi dinləmək və bir-birimizə dözmək artıq az qala milli işə çevrilib. Yəni, o qədər paramparçayıq ki, onadan, nə bilim, müəyyən bir qrup bir yerə gəlib, dil tapa bilib danışanda ona sevinirsən. Yəni, nə yaxşı ki, bunlar uzun müddət söhbət edirlər, amma bir-birlərini ittiham eləmirlər, bir-birlərini təhqir eləmirlər. Azərbaycan siyasətinin çox təəssüf ki, Azərbaycan, hətta bizim bu müstəqil Azərbaycanda da bizim siyasətimizin, mətbuatımızın bir əlaməti də deməli, məndən olmayan, kim məndən də yaxşıdır, kim məndən deyil, mənim yanında deyil, pisdir, bu əlamətdir. Bu da çox sağ olun, mən bilmirəm dediklərimin hansı hissəsi eşidildi, hansı eşidilmədi. Mən bu otağa razılığımı bildirdim və bu cür görüşlərin əhəmiyyətini dedim. Eyni zamanda suala cavab vermək istədim ki, Azərbaycan Respublikasının adının Şimali Azərbaycan Respublikası kimi işlədilməsi, yəni ölkənin adının dövlətin adının dəyişdirilməsinə mənim münasibətim. Orada mən dedim ki, mən təəssüf ki, həmin yığıncaqda iştirak eləməmişəm, çünki həmin günlərdə mən İndoneziyada İslam Konferans Təşkilatı ölkələrinin parlament birliyinin yığıncağında iştirak edirdim. Mən orada siyasi komitənin üzvüyəm və orada da Azərbaycan haqqında, Azərbaycanı məsələlər, xüsusən Qarabağ məsələsi 20 ildən daha artıq bir müddət ərzində bizim bu dərdimiz davam edir və təəssüf ki, İslam ölkələrindən də belə lazım olan diqqəti görmürük. Elə bir 40-50 ildir Fələstin deyirik, hər dəfədə sanki bura ərəb parlamenti deyə, ancaq bu ərəb dünyasının məsələləri müzakirə olunur. Mən hər dəfədə bunu dilə gətirirəm ki, 1 milyon qaçqının talihi, bu da müsəlmandır, bu 1 milyon insan və xahiş edib bu məsələyə bizim müsəlman dünyasında diqqətli olsun. Bu barədə bir də Parisdə Fransa Senatının Türkiyəyə qarşı qəbul elədiyi söz azadlığına qarşı olan, yəni kim soyqırımı yoxdur deyibsə, o ittiham olunmalıdır. Avropa dəyərlərinə zidd olan və insan haqlarına tamamilə zidd olan, Avropaya üz qarası olan belə bir qərarın qəbul olunmasının təkcə Türkiyəyə yox, həm də bütün İslam dünyasına, o Azərbaycana yönəlmiş olduğunu dilə gətirdim. Çünki erməninin bir məzlum, əzabkeş obrazını yaradanda orada onun Qarabağdakı işğalçılığı bir növ işğalçılığına haqq qazandırılır. Yəni bu tipli çox maraqlı görüşlər oldu. Orada İran, yeri gəlmişkən deyim ki, İran Natiq Nurinin İrandan məclis sədri çıxışının da keçmiş, yəni məclis sədri çıxışının da çox ciddi bir narazılıq doğurduğunu da deyim ki, ərəb ölkələri tamamilə durub iclası tərk elədilər, amma sonra xahiş minnətdən sonra geri qayıtdılar. Yəni İranın mövqeyini, İranın bu İslam dünyasında da belə çox anlaşılmaz bir mövqe tutması və daimi olaraq narazılıq yaratması, bu da həmin iclasda bir daha göründü. Mən bunun dəfələrlə şahidi olmuşam. Ehtiyac olsa bu barədə bir daha danışarıq. Yəni əsas odur ki, mən bu səfərlə bağlı təəssüf ki, Bakıda həmin yaz sessiyasının ilk yığıncağında iştirak edə bilməmişdim və həmin təkliflərin təxminən internetdə elə orada oxumuşdum, Cakartada oxumuşdum ki, parlamentdə bu məsələlər müzakirə olunub. Bu təzə bir söhbət deyil. Biz 1991-ci ildə Azərbaycanın müstəqillik
aktına imza atarkən, o müstəqillik aktı hazırlanarkən bir sıra, yəni bizim aramızda müəyyən qrup adamlar, o sıradan, o cümlədən biri də mən, Azərbaycan Respublikasının adının Şimali Azərbaycan Respublikası olmasını istəyirdik. Bunu təklif edirdik. Hətta bir Şimali Azərbaycan Demokrasi ŞADP deyilən bir partiya yaratmaq niyyəti də var idi. Adında Şimali Azərbaycan olsun. Yəni Azərbaycan coğrafi olaraq bölündüyünə görə və onun ərazisinin bir hissəsində Azərbaycan dövləti qurulduğuna görə Şimali Azərbaycan Respublikasının olması məntiqə uyğun görünür və o vaxt bu məsələ çox geniş müzakirə olundu. Təəssüf ki, görünür müəyyən dairələrin təsiri ilə, yoxsa hansı məntiqlənsə bu mümkün olmadı. Çünki Sovet dövründə də bura Azərbaycan Respublikası idi. Artıq dünya buna alışıb ki, burada Azərbaycan adlı bir dövlət var və İran Azərbaycanında bu dünyada yəni İranı az çox tanıyan, bilən adamlar orada da Azərbaycanın olduğunu bilirlər. Bir yox, bir neçə Azərbaycanın, əslində 6 ostan var ki, hamısı Azərbaycan torpaqlarıdır. İndi yəni deməli 21 ildir artıq Azərbaycan müstəqildir, Azərbaycan Respublikası adına dünyada tanınır. Bu məsələnin deməli həllinin və hansı məntiqlə ortaya çıxdığını mən təxmin bilirəm, amma yəni bu barədə belə geniş ətraflı məlumat vermək də istəmirəm, danışmaq istəmirəm. Hər halda bunun bir mənası var ki, İran davamlı olaraq bizə və onların bu yaxınlarda bir məclisdə səfirliyin nümayəndələri ilə də görüşmüşdü. Orada da mən onlara dedim. Yəni, baxmayaraq burada elçilikləri var, diplomatik əlaqə, iqtisadi əlaqələrimiz var. İranla üzdə çox Azərbaycan Respublikasının rəsmi dairələrinin yaxşı münasibətləri var. Amma buna baxmayaraq, imkan düşən kimi İran informasiya agentlikləri və dövlət tərəfindən idarə olunan, amma dövlətdən bir şey soruşulanda deyirlər, yox, bunlar müstəqildir. Bu cür informasiya agentlikləri Azərbaycanı gah İranın bir əyaləti, gah da deyək ki, Aran Respublikası, Bakı dövləti, müxtəlif adlarla adlandırırlar, Azərbaycan sözünü dilə gətirməsinlər təki. Ola bilər, Azərbaycan İrandan, yəni Cənubi Qafqaz uzun müddət İran deyilən, indi İran deyilən, 35-ci ildə Rıza Pəhləvinin gətirdiyi termindir İran. Amma 1000 il bu dövlət, deməli, Azərbaycan Atabəylər dövləti olub, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvi, sonra müxtəlif Azərbaycan sülalələrinin, əfşarların, qacarların idarə elədiyi bir dövlət olub. Başında türklər dayanıb, bu bir türk dövləti olub. Əgər İran istəyirsə o türk dövlətini bərpa eləyər, onda deyək ki, Azərbaycana bura iddia eləyə bilər. Birləşək başında da, o dövlətin başında da biz dayanaq. Çünki İran əslində o torpaqların çoxu elə bizə məxsusdur. Yox, bu yoxdursa, onda deyək ki, bizim dövlətin adını təhrif eləməklə sadəcə bir həqarətdir bu və Azərbaycana qarşı sayğısızlıqdır. Bunu da mən onların nümayəndələrinə çatdırdım. Bu baxımdan, yəni İranın bu təzyiqlərinə bir cavab baxımından bu Azərbaycan Respublikasının Şimali Azərbaycan adlandırılması eyni zamanda İrana və dünyaya xatırladar ki, orada Azərbaycan var. Baxmayaraq ki, Ərdəbil Ostanı da Azərbaycandır, Şərqi Azərbaycan onun adını dəyişdirdilər, Ərdəbil. İndi bir də gördüm, Qərbi Azərbaycanın da adını dəyişdirə bilərlər, Sabah Azərbaycandan ümumiyyətlə imtina eləyə bilərlər. Bu baxımdan əlbəttə bu aydınlığın olması da vacibdir, amma hər halda şübhəsiz bu belə bir söhbətin yaxud bir parlament müzakirəsinin mövzusu deyil. Bu barədə düşünmək lazımdır və hətta təkcə bizim yox, eyni zamanda Güneyli qardaşlarımızın da fikirlərini öyrənmək lazımdır. Onların da, yəni biz bəzən tələsik qərarlar çıxardırıq, sonra onun nəticələrini nəzərə almadan, bütün hər şeyin nəticələri ölçülüb biçilməlidir, sonra bir qərar qəbul olunmalıdır. Bu da bir müzakirə mövzusudur, sonra bunu bu barədə danışa bilərik. İndi mən vaxtı nəzərə alaraq mümkün qədər yığcam, çalışacam Dünya Azərbaycanlıları Konqresi barədə məlumat verim. Bizim bu otağımızın aparıcısı son dərəcə dəqiq və gözəl ifadə elədi ki, biz təəssüf ki, birləşə bilmirik. Birləşə bilmirik deyəndə millət olaraq biz birik. Lazım olanda Azərbaycan 1988-ci ildə millət ayağa qalxdı
erməni işğalına qarşı və Rusiyanın Ermənistana yardım edərək Qarabağ ələ keçirmək niyyətinə qarşı necə millət ayağa qalxmışdı, 1 milyon yarım adam meydana küçüyə çıxa bilirdi. Lazım olanda bu millət yenə də o birliyin göstərər. Amma bir də bu bir kütləvi hərəkat ayrıdır, bir də bu kütləvi hərəkatı idarə eləmək üçün və müəyyən milli xəttləri inşa üçün hökmən təşkilat lazımdır. Təşkilatlanma da yəni öz-özünə müəyyən deməli durduğu yerdə bu təşkilatlar yaranmır. Xalqların millətlərin bu barədə təcrübəsi çoxdur və şübhəsiz yəni birliklər daha çox müəyyən siyasi, milli, dini ideyalar ətrafında yaranır. İndi bizim dinimiz belədir ki, bu İslam qardaşlığı, İslam birliyi heç vaxt milli birliyi tək bir ölkənin daxilindəki bir etnik vahidin yaxud bir xalqın birliyini nəzərdə tutmayıb. Həmişə ümumi İslam birliyi və ümumi İslam birliyinin içində də təəssüf ki, çox vaxt o bizim kimi xalqların milli kimliyi unudulub, milli kimliyin unutdurulması siyasəti aparılıb. Sonra İran dediyimiz yəni bir ərazidə, orada da hətta dövlətin başında biz olsaq da, orada deyək ki, dövlət maraqları, orada ayrı-ayrı xalqların maraqları önə çəkilsə, dövlət dağlardır deyən Azərbaycan türklərinin maraqları başda türklər otursa da heç vaxt önə çəkilməyib. İndi də İranda oturanların, başda oturanlar, dini rəhbər Azərbaycanın marağı ən arxa sırada gəlir. Sonra siyasi məsələ və yaxud milli məsələ heç vaxt təəssüf ki, Azərbaycanda bizim indi istədiyimiz şəkildə nə güneydə, nə quzeydə ta Azərbaycan dövləti hətta 1918-ci ildə dövlət Cənubi Qafqazda kiçik də olsa bir türk dövləti yaranana qədər bu milli ideyanında aydın konturları, aydın cizgiləri olmayıb, bəlli olmayıb ki, nə istəyirik. Bu günün özündə belə Azərbaycanda güneydə və quzeydə adamları danışdırsanız, soruşsanız, bəli, Azərbaycan ideyası var, Azərbaycançılıq var, türkçülük xətti var və bunu Təbrizdə də görürük, Ərdəbildə də, Urmiyada da hər yerdə görürük. Amma bu türkçülüyün gələcəyi nədir, hədəfimiz nədir, hara getmək istəyirik, nə istəyirik? Bu məsələ çox ciddi bir məsələ. Çox təəssüflənirəm ki, burada kimsə görünür mane olur və burada fars dilində bir mətn çıxır ortaya. Yoxdur, hər halda qırıq-qırıq da olsa mən çalışacağım fikrimi sizə çatdırım. Dünya Azərbaycanlıları Konqresinin tarixini siz yaxşı bilirsiniz. Təxminən 15 ilə yaxın bir tarixi var. Bu təşkilat belə qeyri-qanuni bir təşkilatdır. Yaranan gündən bilirsiniz, əvvəl bunun İran bayrağı altında yaranmasını istəyirdilər. Sonra Azərbaycan xətti, hər halda Azərbaycançılıq və Azərbaycan milli məfkurəsi bu təşkilatın əsas məfkurəsinə çevrilib, əsas xəttinə çevrilib və getdikcə bu təşkilat öz əhatə dairəsini genişləndirib. Dakın belə deyim ki, mən son illərdə mənim və Firidun bəyin sədri bu dövründə fəaliyyəti haqqında sizə məlumat verəcəm və yeri gəlmişkən burada Firidun bəyi bayaq yazıda salamladım. Bu səslə də salamlayıram və mənim çox hörmət elədiyim bir insandır. Biz onunla ikimiz bu təşkilatda böyük bir səmimiyyətlə çalışırıq və mən də bayaq istədim söhbətimizi o başlasın, amma o da məni irəli verdi, eybi yoxdur. Biz Güney və Quzey Azərbaycanın iki təmsilçisi olaraq bu təşkilatın möhkəmlənməsi və birliyi bütövlüyü istiqamətində bacardığımız eşidirsinizsə xahiş edirəm, işarə verin. Çox sağ olun. Və Firidun bəydən biz çalışırıq ki, bu təşkilat bizim hamımızın arzuladığımız Azərbaycan, xaricdə yaşayan Azərbaycanlıların və diaspor təşkilatlarımızın ən güclü belə qanatlarından birinə çevrilsin. Dünya səpələnmiş soydaşlarımızın bir ümid yerinə, bir güvənc yerinə çevrilsin.
və neçə müddətdir biz doğrudan da çətinliklərə baxmayaraq bu işi görürük. İndi hazırda bilirsiniz, bu İsveçdə qeyd olmuş təşkilatdır. Almaniyada, Rusiyada, Ukraynada, Bakıda ofisləri var. Müxtəlif informasiya xidmətləri göstərir. İnternet sitələri var bir neçə dənə. Sonra Bakı Təbriz jurnalı buraxır, arada fasilələr. Sonra deməli Bakıda və müxtəlif ölkələrdə, Rusiyada, Ukraynada, mətbuatda çox ciddi şəkildə Azərbaycan taleyi ilə bağlı yazılar təşkil elətdirir, kitablar çap elətdirir Rusiyada, Ukraynada. DAK-ın adı o ölkələrin mətbuatında hallanır. Hətta məsələn Ukraynadan müəyyən təyyarə reysləri açılıb DAK-ın təzyiqi ilə və orada Azərbaycan diasporu, yəni orada miqrasiyada olan Azərbaycanlıların Azərbaycana gəlib gedəndə DAK-la bağlı olan adamların gəliş-gedişinə müəyyən güzəştlər də nəzərdə tutulub. Filmlər çəkilib 20 yanvarla bağlı və Xocalı ilə bağlı Ukrayna televiziyasında dəfələrlə göstərilib. Mənim çəkdiyim Cavad xan filmi məhz DAK-ın təzyiqi nəticəsində Ukrayna Kiyev televiziyası ilə 2 dəfə göstərilib. Ondan sonra deməli, yəni DAK artıq bir dünya miqyasında tanınan bir təşkilata çevrilib. İndi o müəyyən beynəlxalq görüşlərimiz haqqında da məlumat verəcəm sizə. Təəssüf ki, DAK yaranan gündən həm də ona bir müqavimət başlayıb. Bu müqavimətin mənbələrini siz hamınız yaxşı tanıyırsınız. Bunun biri şübhəsiz İran tərəfdir və İran tərəf deməli çalışır ki, müxtəlif vasitələrlə DAK-ı gözdən salsın. DAK-ın üzvü olan adamlara müxtəlif böhtanlar yağdırır. Bizim İran səfirliyi qarşısında keçirdiyimiz fişeklərdən sonra, mətbuatda gedən yazılarımızdan sonra və bir sıra deməli attığımız hər addımdan sonra, hər qurultaydan sonra səhər proqramıdır, İran informasiya agentlikləridir, bizə min cür ittihamlar yağdırır. Mənim İran Ali Dini rəhbəri Seyyid Əl-Xameniyə yazdığım məktubdan sonra onlarla orada mənə deməli böhtanlar yazıldı. Düzdür, mən də onlara təzədən cavab yazdım. Sonra Güney Azərbaycanlılara məktubum vardı, ona da o cür reaksiyalar vardı. O yerə qədər gəlir ki, məsələn, o səhər proqramına cavab verəndə onların qüsurlarının üzlərinə dediyimə görə onlar Azərbaycanda müəyyən dini dairələrdən mənə ölüm fitvası çıxartdırdılar və s. Bu şəkildə DAK-ın fəaliyyəti çox ciddi orada narahatçılıq doğurur. Çünki başa düşürük, yəni bizim bir İran deyilən ölkə ilə bağlı bir problemimiz yoxdur. Onların problemi var, çünki ölkənin yarısı Azərbaycan türkləridir və bu türklər şübhəsiz zaman keçdikcə öz haqlarını daha ciddi şəkildə ortaya qoyacaqlar. Sonra ikinci çətinliyimiz və ikinci maneçiliyi mənə elə gəlir ki, yəni müəyyən Azərbaycanda diaspora işi ilə məşğul olan qurumların DAK-a müəyyən qısqanclığı ilə bağlıdır. Ona görə məsələn Dünya Azərbaycanlıları Kongresi yaranıbsa, əlavə Skandinaviya Kongresi, Avropa Kongresi falan, bu kongreslərə heç ehtiyac yoxdur. Orada dərnəklər var. Əksinə biz əl-ələ verib işləyə bilərdik və mənə elə gəlir ki, bu daha çox xeyirli olardı. Çünki rəsmi dairələr təəssüf ki, Azərbaycan diaspor təşkilatlarına kifayət qədər güvənmir, daha çox özlərinə yaxın olan adamları axtarırlar. Amma biz özünə yaxın, qeyri-yaxın, söhbət onunla getmir. Biz diasporada hörməti olan və diaspora üçün işləmiş adamlarla bir yerdə olmaq istəyirik. Ona görə də DAK-ın fəaliyyəti bəzən mənə elə gəlir ki, qısqanclıqla qarşılanır və müəyyən rəsmi adamların da DAK-a yəni iş görmə qurumu tanımaqdansa müxtəlif deməli qurumların yaranmasında maraqlı olması, ondan sonra gündə o yeni təşkilatların yaranmasına belə rəvac vermələri əslində mənim düşüncəmə görə doğru yol deyil. Biz birlik istiqamətində addımlar atmalıyıq. Yeni qurumlar bir şəhərdə 4 dənə dərnəyə, 5 dənə dərnək yaratmaqdansa onların birliyi istiqamətində çalışmalıyıq.
Mən xatırlatmaq istəyirəm ki, DAQ-ın parçalanmaz fikri, yəni ikiyə bölünmə məsələsi ilk dəfə Den Haag qurultayından, Haqa qurultayından başlamışdı və mən indi sizə deyim ki, mənim Firidun bəyin iştirakı olmamışdı. O vaxt Cavad Direkti deməli sədrdi. Cavad Direktinin vaxtında DAQ-ın bir qurumu Cavad Direktiyə də mənim hörmətim var, ondan bir problemimiz yoxdur. Amma məhz onun vaxtında DAQ-ın bir qanadı DDAQ, Demokratik Dünya Azərbaycanları Kongresi yaranmışdı və qəribədir, öncə belə bir iki yerə bölünən təşkilatın üzvləri, biri bu tərəfdə, biri o tərəfdə. Bugün birlik tərəfdarı kimi güya çıxış eləyirlər və bizi Firidun bəylə məni ittiham eləyirlər. Biz bu parçalanmanı biz yaratmamışıq, o vaxt yaranıb bu və indi də biz o birliyin tərəfdarıyıq, heç vaxt birlikdən qaçmamışıq. Amma deyirik ki, bu təşkilatdan gedib bir adam, iki adam ayrılan kimi gedib parayı salmağına nə ehtiyac var? İstəyirsən təzə təşkilat yarat, istəyirsən nə elə, amma bu DAQ-ı rahat quraq. DAQ-ın sizə nə ziyanı var? DAQ öz fəaliyyətini sürdürsün. Sonra özdə əvvəl parçalayıb, sonra birlik arayına lazımdır. Sonra ikinci əsas deməli zərbəni DAQ aldı Qulamriza Səbri Təbrizinin vaxtında. O da deməli müəyyən adamların incitdi DAQ-dan, qopartdı onları, ondan sonra öz rəftarı ilə imkan vermədi cəmaat işləsin. Sonra da yığılıb onu DAQ-ın sədrliyindən çıxartdılar. Mən ona səs vermədim çıxarılmağına. Mən dedim, yaşlı adamdır, qoy qalsın. Buna baxmayaraq çıxandan sonra ən çox məni ittiləsin, canı sağ olsun. Yenə deyirəm, saqqal adamdır, bizim onunla işimiz var. Yox. Amma o özü təşkilatdan çıxandan sonra, təşkilatı bu şəkildə dağıdandan sonra başladı birlikdən danışmağa. Və mən də heyrətə gəldim. Yaxşı, öncə siz dağıdırsınız, sonra birlikdən danışırsınız, sonra bizi ittiham edirsiniz ki, biz dağıtmışıq. Yəni bu, ən azı burada insanlar var, görürlər, izləyirlər. Sonra üçüncü bir deməli dalğada oldu. İndi artıq o Qulamriza Səbri Təbrizin nə özü var bu təşkilatda, nə onun yaratdığı o DAQ var, nə onun yaratdığı sitələr var, falan var. Çəkilib getdi, ayrı bir təşkilat yaratdı, amma fakt odur ki, bu təşkilata çox böyük bir ziyan vurdu. Londona çağırır bir dəstə adamı, gəlin burada bir birlik şeyi yaradacaq, nə bilim, bu təşkilat yerindədir, DAQ öz işini görür, siz bu cəmaatı oradan buradan yığıb, niyə bunların fikrini çaşdırırsınız? Üçüncü bir dalğa DAQ-la bağlı bizim sonuncu qurultayımızdan sonra oldu. O qurultayda müəyyən mülahizələrlə təsəvvür eləyin ki, cəmaatın bir hissəsini aldadıblar ki, bu qurultayda hələ qurultay olmaz, kəs sədr olacaq filan kəslər. Bunlar gələcəklər, böyük bir restorana cəmaatı dəvət ediblər. Ondan sonra hamısı yeyib içib və orada deyək ki, bəziləri Behruz Həqqi kimlər keyfləniblər, vurub oranı dağıdıb, sındırıb eləyiblər. Sonra da restoranı başlı başına buraxıb, pulunu da vermədən çıxıb gediblər. Yaxşı, sədr olmamışsınız bu cəmaatı bura niyə yığırdınız və hansı pulla siz o cəmaatı dəvət eləyirdiniz? Ondan sonra sən sədr olmamışsansa, deməli cəmaatı qoymalısan, ortada çıxıb getməlisən. Belə bir ciddi ziyan da idi. Moskvada yaşayan Rusiya nümayəndəsi Mirəşrəf Fəthiyev tərəfindən belə bir addım atıldı və Behruz Həqqi tərəfindən. Azərbaycan nümayəndəsi Səttar Rəhimli də burada qeydiyyatdan keçmədiyinə görə onun fəaliyyəti dayandırıldı. Çünki Azərbaycanda onsuz da bizim ofisimiz var, burada bizim icra aparatı da var, mətbuat xidməti də var falan. Və biz Səttar Rəhimli başqa bir işdə təklif edəcəkdi, amma o da Mirəşrəf bəyə qoşuldu və indi bunlar da 2-3 nəfərdən sonra bunlar da birlik deyib qışqırırlar. Mən yəni bu məntiqi başa düşmürəm. Bu təşkilat öz yerindədir. Təşkilat bir nəfərin, iki nəfərin adına bağlı deyil. Bir nəfər, iki nəfərlə də təşkilat parçalanmır, dağılmır. Sadəcə olaraq görünür DAQ bu əməliyyatı aparmalıdır. İllər uzunu bu DAQ-ın ən böyük deməli zəifliyinin səbəbi odur ki, DAQ-da üzvlük məsələsi həll olunmayıb. Kimin imkanı olub gəlib, hökumət yığıb bir dəstə deməli bir təşkilatı, bir dəstə özünə yaxın adamları göndərib. Avropadan, Rusiyadan deməli kim gəlirsə imkanı var, pulu çoxdur, götürüb bir 30 adam özü ilə gətirir, səs verəndə bunlar bir-birinə səs versinlər. Nə bilim, Avropadan kim, hansı ölkədə bu keçirilir? O qrupda, o ölkədən xeyli adamlar gəlir, nisbət gözlənilmir. Nisbət olmadığına görə orada da bir dəstə yığışır, bir adamı seçir və idarə heyətində sabit bir tərkib
formalaşdırmaq mümkün olmuyor. Və nəhayət bir səbəb də var ki, o səbəb də ondan ibarət ki, DAQ-ın daimi maliyyə mənbəyi yoxdur. Deməli, burada artıq deyildi, bizim qonşularımızın, elə farsların, kürdlərin, bir sıra başqa diaspor xaricdə yaşayan xalqların, yəni diaspor təşkilatı olan millətlərin xaricdə çoxlu televiziyalar var, qəzetləri var, radioları var falan. Biz Azərbaycanın deyək ki, zəngin insanları heç onlardan az deyil. Amma təəssüf ki, bu zəngin insanlar millət üçün bir qəpiklərdən keçmək istəmirlər və ona görə də bizim bu DAQ-ın da daimi maliyyə mənbəyi yoxdur. Buna baxmayaraq, DAQ-ın daimi olaraq hədəfə çevrilmənin bir səbəbi var. Bir də Avropanın kimi qaldırırsan, kimi dindirsən, deyir, DAQ-ın rəhbərliyi gəlib bizə hesabat versinlər, görək bunlar bu maliyyəni nəyə xərcləyirlər. Mən də soruşmaq istəyirəm, bu adamların hansı nə vaxt DAQ-a 5 qəpik, 5 manat pul xərcləyiblər? Kim 5 manat üzvlük haqqı verib? Deməli, biz kimə hesabat verməliyik və mən deyək ki, öz cibimdən, yaxud Firidun bəy öz cibindən xərcləyib, bilet alıb bir ölkəyə, xarici ölkəyə gedir. Ya biz öz Moskvada, Ukraynada, Bakıda yaşayan dostlarımızın hesabına, onların köməyi ilə bir qurultay keçiririk. O qurultayın da bir də görsən, imkan düşən o dostlarımız oradan da bəzi, deyək ki, oteldən zatdan pulların qalanını götürüb aradan çıxırlarsa, biz kimə hesabat verməliyik? Və mən öz pulumun hesabatını kimə verməliyəm? Biz bu DAQ-ı neçə müddətli öz imkanlarımızla saxlayırıq və bunu da imkan təkcə mənim deyil, Firidun bəyin deyil, hər halda bu DAQ-ın idarə heyətinin, DAQ-a başçılıq edən adamların imkanlarıdır və bunlar da öz pullarını özləri cavabdakilər, özləri də özlərinə hesabat verirlər. Kənar adam hesabat. Yəni bu DAQ-ı gözdən salmaq üçün bir maliyyə ləkəsi də vurmağa çalışırlar. Halbuki burada həmişə şəffafdır o cəhətdən, hər qurultayda da nə qədər pul xərclənilib, hara, necə, bunlar barədə məlumat verilir. Bu mənim DAQ-ın indiki vəziyyəti ilə bağlı sizə çatdırmaq istədiklərimdir. Amma bəzən deyirlər ki, DAQ nə iş görür, yəni son vaxtlarda. Bu xəbərləri, bu dediklərimin bəzilərini siz eşitmişsiniz mətbuatda, amma bir daha xatırlatmaq istəyirəm. Və bunu biz görmüşük. Təəssüf ki, DAQ adına çıxış edən bəzi adamlar da bunların bir hissəsinin öz adlarına çıxırlar olsun. Amma bugün DAQ-ın son qruplarda keçirilən 17 nəfər üzvündən deməli Bakıya gəlmişdi bir hissəsi, sonuncu o yığıncağımızda 10 nəfər gəlmişdi, bir nəfər də qatıldı telefondan, 11 nəfər idarəyyətinin üzvü, hamısı yerindədir. Bunları siz tanıyırsınız. Firidun Pərvizniyadır, deyək ki, Sabir Rüstəmxanlıdır, Əjdər Tağızadədir, daimi şura Abzər Bağırovdur, Moskvadan MDB üzrə bizim müavin Tahir Hacıyevdir, DAQ Rusiya nümayəndəsinin rəhbəri, Möhlət Hüseynov Ukrayna nümayəndəliyinin rəhbəri, Doktor Nurəddin Qərəvi, bunu Avropadakılar yaxşı tanıyırlar, Məhəmməd Müştəq, Türkiyədən Vaqif Arzumanlı professor, Azərbaycan Bakıdan tanınmış bizim hüquqşünas alimimiz Adil Minbaşı və DAQ-ın Nəzarət Təftiş Komissiyasında bütün üzvləri öz yerindədir. Yəni DAQ dağılmayıb, parçalanmayıb, DAQ öz yerindədir və fəaliyyətini də davam elətdirir. Adları çəkilən adamlar da kifayət qədər nüfuzlu adamlardır və DAQ-dan bizim fəaliyyətini dondurduğumuz, idarə heyətində işini bəyənmədiyimiz adamlar, bunların heç yarısı da deyirlər və bunların gördüyü işində heç onda birini görə bilməzlər. Ona görə öz fəaliyyətçiliklərindən uzaqlar, DAQ-a qarşı mübarizə aparmaqdansa gedib öz işləri ilə məşğul olsalar daha yaxşıdır. Mən sadəcə onu deyim ki, bu 10-cu il 4-5 dekabrda bizim Almaniyanın Bonn şəhərində sonuncu qurultayımız keçmişdi. Bundan sonra biz, yəni DAQ-ın əsas işlərindən biri beynəlxalq əlaqələrdir. Biz istəyirik ki, beynəlxalq aləmdə həm Azərbaycanın bir xalq olaraq taleyi çatdırılsın və bizim tariximiz, faciələrimiz haqqında məlumat verək. Bununla bağlı bizim sənədlərimiz var, bir neçə sənəd, bunlar müxtəlif dillərə tərcümə olunub və bunu biz məlumat üçün deyim ki, 2001-ci ildə deməli hələ 11 il bundan əvvəl mən Bakıda bizim o vaxt Inturist restoranında, Inturist mehmanxanasında bir sıra səfir işləri nümayəndələrinin iştirakı ilə Azərbaycanın bölünmüş xalq olması haqqında böyük bir konferans keçirmişdim. O vaxtdan bəri onun sənədləri də bizdədir və o sənədləri biz müxtəlif beynəlxalq təşkilatlara çatdırırıq.
Bu qurultaydan sonra biz deməli BMT, Birləşmiş Millətlər Təşkilatı, sonra Amerika Dövlət Departamenti, Konqres daxil olmaqla Kanada və bundan əlavə Avropada, Polşada, Macaristanda, sonra İsveçrədə, Almaniyada, Türkiyədə, Rusiyada, Ukraynada, Özbəkistanda görüşlər keçirmişik. Və təşkilat deyəndə bizim orada DAK-ın nümayəndəlikləri var və bəziləri olmayan ölkədə də yaranıb. Qazaxıstanda çox güclü təşkilatımız var, prezident səviyyəsində tanınan bir təşkilatdır. BMT-nin İnsan Haqları Komitəsində, Beynəlxalq Qırmızı Xaç Komitəsində bizim görüşlərimiz olub. Dediyim kimi sənədlər Azərbaycanın taleyi ilə bağlı, eyni zamanda Qarabağ müharibəsi, sonra İranda bugün Azərbaycanlıların vəziyyəti, insan haqları məsələsi, onlarla bağlı mükəmməl sənəd ölkələrdə, parlamentlərdə, görüşlərimizdə və görüşdüyümüz rəsmi dairələrdə məlumatlar vermişik, sənədlər təqdim eləmişik. Bu arada mən deməli Macaristanda olanda, həm də orada həbsdə olan Azərbaycanlı hərbçi Ramil Səfərovla görüşdüm, 2 saatdan artıq görüşdüm və bütün bu görüşləri şübhəsiz mən DAK-ın sədri olaraq həyata keçirmişəm. Bu arada bizim DAK-ın İsveçrə nümayəndəliyi yaradılmış və gənc dostlarımızdan Rəşad Xasayoğlu bu qrubun rəhbəri təyin edilmişdir. Rusiya nümayəndəliyinin sədri vəzifəsinə Tahir Hacıyev gəlib, bayaq dediyim kimi oradan çıxarılan dostumuzun yerinə Tahir Hacıyev bu dəqiqə çox fəal işləyir. Bu günlərdə o Uralda, Tomskda, sonra Uralın bir sıra şəhərlərində, Novosibirskdə, Sibirdə DAK adından orada Azərbaycanı tanıtmaq belə tədbirləri keçiriblər. Orta məktəblərdə yuxarı sinif şagirdləri arasında, gənclər arasında və onların qalibləri də o tədbirlərin qalibləri Azərbaycana göndəriləcək, gəlib Azərbaycanı burada görsünlər, tanısınlar. Eyni zamanda orada DAK-ın nümayəndəlikləri, qurultaya hazırlıqla bağlı nümayəndəlikləri təyin edilib. DAK-ın Azərbaycanda icra aparatının rəhbəri çox təcrübəli bir dostumuz Oqtay müəllim təyin olunub. Sonra Güney Azərbaycan nümayəndəliyi bu arada yaradılıb və bizim dostumuz Babək bəy indi onun rəhbəridir və Güney ilə çox sıx əlaqələrimiz var. Bizim oradan gələn, burada oxuyan tələbələrlə, gələn gənclərlə, gəlib gedən qonaqlarla və s. Bunlar hər gün mənim qəbulumda Güneydən adamlar var. Qəbul deyəndə mənim qapım onların üzünə açıqdır həmişə. Sonra 25 dekabr 10-cu ildə deməli, Dünya Azərbaycanları Konqresi 31 dekabr Dünya Azərbaycanları Həmrəylik günü münasibəti ilə ziyalılar, millət vəkilləri, gənclər, partiya sədrləri, kütləvi informasiya vasitələr təmsilçiləri, Güneyli, Quzeyli aydınlarımız və DAK fəalların iştirakı ilə Bakı şəhərində bütövlüyə gedən yol adlı böyük bir konferans tədbir keçirmişdik. 21-26 dekabr 11-ci il tarixdə Dünya Azərbaycanları Konqresi Türkiyədə Xocalı həftəsi keçirmişdi. Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisində, Türk Dünyası Araşdırmalar Vakfında, qardaş ölkənin iqtidarda olan Ədalət və İnkişaf Partiyası və əsas müxalifət partiyalarından Cumhuriyyət Xalq Partiyası, eyni zamanda Milliyyətçi Hərəkat Partiyasının MHP-nin rəhbərliyi və qardaş ölkədə təhsil alan o taylı, bu taylı gənc tələbələrimizlə görüşlər keçirmişdir. 19 mart 1911-ci il tarixdə Dünya Azərbaycanlar Konqresinin təşkilatçılığı ilə Bakıda möhtəşəm çox bir Novruz bayramı tədbiri keçirdi və Güneydən də xeyli qonaqlarımız vardı. 4 apreldə deməli bizim təşkilatçılığımızla Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmlər doktoru, ixtiyar professor Oqtay Əfəndiyevin 85 illik yubileyini keçirtdik. Niyə görə? Çünki o Səfəvi tarixinin ən gözəl, bu tarix bütöv Azərbaycan tarixidir. Ona görə onun yubileyini məhz biz keçirtdik. Heç akademiyanın tədbirini gözləmədən böyük bir və onlar üçün çox xoş oldu, alimlərimiz də hamısı iştirak edirlər. 2 iyul 11-ci ildə Dünya Azərbaycanları Konqresinin deməli rəhbərliyi biz gənclərlə Bakıda görüş keçirmişdik, yenə o taylı, bu taylı gənclər. 14 iyulda Atatürk mərkəzində Bakıda Dünya Azərbaycanları Konqresinin təşəbbüsü və təşkilatçılığı ilə Almaniyada yaşayan bizim bir rəssamımız, çox görkəmli rəssamımız Əşrəf
Heybətovun yeni əsərinin təqdimatı olmuşdur. Sentyabrın 6-sında biz Nizami Gəncəvi adlı ədəbiyyat üstündən bir yerdə yenə əsli Sərabdan olan, Güney Azərbaycandan olan Azərbaycanın çox böyük yazarı Mirzə İbrahimovun 100 illik yubileyini Mirzə İbrahimov, yəni DAQ adından qeyd eləmişdik ki, ailə üzvləri, qızları iştirak edirdilər. Ona görə ki, Mirzə İbrahimov da bütöv Azərbaycanın çox böyük deməli yazarı, filosofu idi. Pişəvəri dövründə Güneydə işləmişdi. Eyni zamanda yəni əslən Sərabdan olsa da gəlib burada yaşayıb. Gələcək gün romanı ilə də bizim gəncliyin bütöv Azərbaycan ideallarının formalaşmasında çox böyük rol oynayıb. Sonra sentyabr ayında keçən il biz İranda Urmiya gölünün Urmiya hadisələri ilə bağlı böyük bir ziyalıların, ictimai siyasi xadimlərin, gənclərin iştirakı ilə konferans keçirdik İrandakı son durum Urmiya hadisəsində. Ondan sonra biz deməli həm də bu günlər ərəfəsində bir neçə dəfə İran səfirliyi qarşısında deməli tədbirlər keçirdik. Hətta səfirliyə su daşımaq bir aksiyası da vardı ki, Urmiya gölünə göndərsinlər. Hamısı da çox ciddi cəmiyyətdə belə əks-səda doğuran hadisə idi. Sonra bu arada biz oktyabrın əvvəlində Dünya Azərbaycanlılar Konqresi bu söz-söhbətin qarşısını kəsmək üçün Dünya Azərbaycanlılar Konqresinin idarə heyətinin bütün üzvlərini və Nəzarət Təftiş Komissiyası üzvlərini Bakıya dəvət elədik. İdarə heyəti burada müxtəlif təşkilatlarda, həm Diaspora Komitəsində, həm Milli Məclisdə, həm deməli Prezident aparatının işlə məşğul olan nümayəndəsi tərəfindən qəbul olundu. DAQ-ın vəziyyəti haqqında maraqlanırdılar. Çünki bunlara da belə məlum olurdular ki, DAQ-da parçalanma var, kimlərsə gedib, kimlərsə gəl. Yəni çox maraqlı görüşlərimiz oldu. Bu görüşdə də dediyim kimi idarə heyətinin tam böyük əksəriyyəti iştirak edirdi. Həmin görüşlərdə də deməli DAQ-ın idarə heyətinin fəaliyyətinə mane olan yoldaşlarımızın fəaliyyəti qurultaya qədər donduruldu. Amma bizim işimiz deməli bundan sonra şübhəsiz daha ciddi bir şəkildə davam edir. Biz oktyabrın 5-də keçən il yenə bizim təşkilatımızla Dünya Azərbaycanlıların haqları yaxın şərq hadisələri fonunda mövzusunda millət vəkillərinin, tanınmış ziyalıların, ictimai siyasi xadimlərin, gənclərin iştirakı ilə böyük konferansımız olub. Oktyabrin 5-də Dünya Azərbaycanlılar Konqresinin Bakıda toplanan həmin idarə heyətinin üzvlərinin iştirakı ilə Güney Azərbaycanla bağlı bizzat Bakıda olan həmin günlərdə deməli qonaqlarla və siyasi deməli xadimlərlə görüşlərimiz olub. Ondan sonra Güney Azərbaycan Demokrat Partiyası ilə burada bizim görüşümüz. Oktyabrın 6-sında baş verən bu proseslərlə bağlı yenə İranın səfirliyi qarşısında bizim piketimiz olub. Bir gün sonra deməli idarə heyətinin üzvləri Bakıda mövcud işləyən bir sıra deməli informasiya agentliklərinin, qəzetlərin, televiziyaların görüşlərində, agentliklərdə olub, onların rəhbərləri ilə görüş keçiriblər. Sonra deməli dediyim kimi rəsmi qəbullar olub və s. Bundan sonra siz bilirsiniz həmin günlərdə yenə deməli Dünya Azərbaycan yaxın şərq hadisələri və İrandakı son durum mövzusunda yenə də böyük bir konferansımız oldu. Dekabrın 10-unda, yəni sonuncu ayda Almaniyanın Honever şəhərində, Aran otelində Güney Azərbaycanda Seyid Cəfər Pişəvərin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin 66-cı və sübutunun 65-ci il dönümündən bağlı bir seminar keçirildi. Burada mən Firidun bəy ilə bir yerdə iştirak elədim, Nurəddin Qərəvi ilə, onun iştirakı ilə Almaniyada. Sonra 21 Azər Dərnəyi orada təsis olundu. Eyni zamanda Almaniyadakı siyasi dairələrin ora gəlmiş nümayəndələri ilə görüş keçirildi. Xüsusən Güney Azərbaycanın təmsil edən siyasi qrupların, siyasi partiyaların başçıları ilə. Və nəhayət ilin sonunda Dünya Azərbaycanlılar Konqresi 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə ziyalıların, yenə millət vəkillərinin, partiya sədrlərinin, mətbuat nümayəndələrinin iştirakı ilə çox böyük bir tədbir keçirdik. Bizim keçən il, yəni qurultaydan sonra gördüyümüz işlərin bir hissəsinin təxmini belə xronologiyası budur. Amma bundan əlavə deyək ki, mən
Firdun bəylə və bizim sitemiz, bizim saytımız davamlı olarak güneydə gedən baş hadisələri və bölgədə gedən prosesləri izləyir, onunla bağlı yazılar verilir. Davamlı olarak mən burada hər gün demək olar ki, güneydən gələn adamlarla görüşlər keçirdim. Bu barədə geniş danışmaq istəmirəm, çünki onlar üçün də problem yaratmaq istəmirəm. Gələnlər də ehtiyatla gəlib gedirlər. Ondan sonra mən Milli Məclisdə dəfələrlə güneydə baş verən Urmiya, ondan sonra orada gənclərimizin həbsi, adamlara qarşı o zorakılıq hadisələri, bütün bu məsələlərlə bağlı bizim Milli Məclisdə davamlı olaraq öz sözümü deyirəm. Diaspor komitəsi ilə baxmayaraq ki, mən onların Avropadakı deyək ki, o dərnək məsələlərində fəaliyyətindən o qədər razı deyiləm, amma hər halda bizim DAKA kifayət qədər belə deyək ki, hörmətlə yanaşırlar və biz bu qarşılıq, yaxşı aradakı mövcud münasibətləri inkişaf elətdirməyə çalışırıq. Və mən nəhayət şəxs olaraq Türkiyədə il boyu dəfələrlə olmuşam və dəfələrlə hər gedişimdə Türkiyənin müxtəlif televiziya kanallarında çıxış eləmişəm. Vaxtı ikən Türkiyə televiziyalarında Güney Azərbaycan məsələsini dilə gətirmək o çətin idi. Çünki İranla Türkiyənin münasibətləri xüsusən indiki iqtidar dövründə getdikcə yaxşılaşır və xüsusən Güney Azərbaycan söhbətinin televiziyalara çıxmasına Türkiyənin daxili maraqları baxımından biraz qısqanclıqla yanaşırlar. Amma mən artıq bunu bir ənənəyə çevirmişəm və Türkiyədəki televiziya çıxışlarımın hamısında bir mənalı şəkildə DAKın həmsədri olaraq güneydə yaşayan qardaşlarımızın hüquqlarının və hüquqsuzluqlarının nə vəziyyətdə olduqları və onları bunu dilə gətirirəm və çox təəssüf ki, Türkiyə qardaş ölkə olsa da İranda hətta bu qədər Azərbaycan türkünün yaşadığı və onların vəziyyəti haqqında məlumatları çox azdır. Yalnız alimlər, deyək ki, orada çalışmış alimlər, Əli Qafqazyalı ki, İranla bağlı iki bir gözəl kitab yazıb, İran türklərinin coğrafiyası və İran türklərinin tarixi. Onlar çox gözəl iki böyük kitab yazıb, mənim də köhnə dostumdur, burada Bakıda vaxtıkən müdafiəsində onun oponenti olmuşam və deməli Əli Qafqazyalının bu cür alimlərin, yaxud deyək ki, bizim Əli Yavuz Akpınar kimi oranın bütün ədəbiyyatı tarixini öyrənir. Bu adamların güneylə bağlı tədqiqatlar aparmağa gedirlər, gəlirlər. Yerdə qalan təəssüf ki, belə İranın ziyalıları və siyasi xadimləri haqqında, üzr istəyirəm Türkiyənin, İran haqqında o qədər də geniş məlumat yoxdur. Biz bu məlumatı genişləndirməyə çalışırıq, oradakı yazılarımızda, görüşlərimizdə, çıxışlarımızda, televiziya verilişlərində və s. Və nəhayət mən bu beynəlxalq təşkilatı Bakıda olan görüşlərdə, bura müxtəlif parlamentlərdən nümayəndələr cəmiyyətində, nəhayət səfirlərlə görüşlərimiz olur. Beynəlxalq təşkilatlarla Bakıda ardıcıl hər həftə görüşlər var və bu həftə görüşlərin çox böyük əksəriyyətində mən mümkün qədər Güney məsələsini dilə gətirməyə çalışıram. Məclisdən əlavə bu şəkildə görüşlərdə də. Və nəhayət son olaraq onu da deyim ki, mən bu İslam Parlament Birliyinin yığıncağında da davamlı orada görüşdüyümüz İslam ölkələrinin nümayəndələrinə, yəni İranın nümayəndəsi təsəvvür edin, durub orada demokratiyadan danışır və ərəb baharını müdafiə edir, xalqa demokratiya lazımdır filanlar. Biz də ona cavab verdik ki, sən bir öz ölkəndəki vəziyyətdən danış, gör orada Azərbaycanlıların vəziyyəti necədir, ondan sonra başqalarına dərs verərsən. Yəni, gördüyümüz iş mənim yadımda qalan bir hissəsi, biraz tələm-tələsik vaxtı nəzərə alaraq sizə məlumat verdim, yaddan çıxan şeylər də yəqin Firdun bəy deyəcək. Biz bu təşkilatı növbəti qurultaya hazırlayırıq. Qurultaya biz DAKA rəğbəti olan, DAKın işində iştirak eləmək istəyən bütün adamları, bütün dostlarımızı dəvət eləyirik, əgər üzv olmaq istəyirlərsə. Bu DAKı biz belə açıq qapı, hansı ölkədə keçirilir, kütləvi gəlib orada olsuna, kütləvi şəkildə gəlib Azərbaycanın taleyi ilə bağlı geniş bir açılış yığıncağında iştirak eləyə bilərlər. Yerdə qalan bu DAK bir getdikcə təşkilatlanmış ciddi bir təşkilata çevriləcək, yəni bütün parametrləri ilə ciddi bir təşkilata çevriləcək. Bizim niyyətimiz odur və o yolda da işimizi davam elətdiririk. Azərbaycanın belə ehtiyacı var. Əgər kimsə xaricdə yaşayanlar
bizdən razı deyirlərsə, işimizi bəyənmirlərsə, o bir bax, yəni o qədər çox sınaq var, indi o görə mazğanlarla bəzi olmuyor bunu son, amma biz ucublaşdı, biz azın tali özümüzdə ona görə deməli bu tatiyir yiyəcək, ölsənə də olsa. İstəyəslər, kim kömürsə, işlik var, o soru yıllarına yarasını alır. İndi avı çox elə bizim var, baş deyil, doğru işlər, bu söyləyəndəli var, işte qazı Avstriya, Amerikana bir düşür. Kim köləşmək istəyir millidir. Amma köləyimin şahı burada şöyle. Burada nə burada niyə eda. Burada mülasiyyə, nə burada nə söz bildiğin işte. İştamı, şabı, təmdə özəl. Bizim dönəm təxtir. Bu şıralma, yəni bir tatım, bilim, bir yaralarlanar, çağları önə rəştıq eləyərik, əl-ələ verərik. Amma deyək ki, indi Əhməd Obalı vaxt ikən Den Haaqda Əhməd Obalı ilə o bir arasında fikir ayrılığı olub parçalanıblar. İndi ortaya düşüb gəlin birlik yaradaq birliyi, gəlin dəvət edirik qurultaya, gəlin oturun. Amerikada bu barədə danışmışdıq Əhməd bəylə, demişdim ki, gəl fikirlərinizi yazın, təkliflərinizi yazın. Bakıda söhbətimiz olmuşdu, gəlin, amma deyək ki, başqalarını ittiham eləyib və biz heç daha dəxli olmayan adamları öz ətrafına yığıb birlik yaradır. Bundan heç nə olmaz. Çünki bu təşkilat yerindədir. Bu təşkilat öz işini görür. Bu təşkilat gündən günə möhkəmlənir. Yaradın, gedin ayrı, yenə dodaq var idi. Niyə dodaqı Qulamza Səbri Təbrizinin vaxtında daqa çevirdiniz? Nə qazandınız bundan? Yoxdur o daq haqqı. Adı var, özü yoxdur. Amma millətdə belə bir təsəvvür yaradır ki, göyə 2 daq var. 2 daq yoxdur. O bir daqın mən fəaliyyətini görmürəm. İddialar var ortada. Parçalamaq var, təhqirlər var. Ondan sonra millətin fikrini çaşdırmaq var. Mən dəvət edirəm dostlarımızı, burada da iştirak edənləri, mənim dediklərimdən ağılları bir şey kəsirsə, inanırlarsa mənim dediyimə və bu işin xeyrini görürlərsə, gəlsinlər qurultaya, oturaq bir yerdə, idarə heyətinə yeni adamlar seçək, sədrliyə bu təşkilata başçılıq, yeni adamlar seçək. Mən təşkilatdan, sədrlikdən gedəndən sonra başqaları kimi o dəqiqə təşkilatdan üst çevirib gedib ayrı bir təşkilat yaratmayacağım. Mən daimi burada sıravi üzv olaraq qalacağım. Gəlin bu təşkilatı gücləndirək, möhkəmləndirək. Başqa niyyəti olan gedib ayrı təşkilat yaratsınlar. Bugün mən o adamların, bəzilərinin hansı niyyət güddüklərini çox gözəl bilirəm. Bəziləri xarici ölkələrdən sifarişlər alırlar ki, gedin, siz bu daqı keçirin ələ və birləşdirin, bir təşkilat olsun, gəlin biz sizə yardım eləyəcək. Mən xarici ölkə təşkilatlarının qanadı altında, himayəsi altında Azərbaycan Milli Hərəkatı və Xidməti xəyanət hesab edirəm. Mən hesab edirəm, bu hərəkat, milli hərəkatda öz gücümüzlə biz bunu irəli aparmalıyıq. Yaxud da deyək ki, başqa xəttlər də var, deyək, indi biz televiziya yoxdur əlimizdə. Televiziya yoxdursa bu televiziyanın imkanlarından milli işə xidmət eləmək, milli iş üçün istifadə eləyək. Başqa deyək ki, məndən olmayan adamlar düşməndir, bu yolla istifadə eləməyək. Və başqa məsələlər də var ki, burada bir hissəsi İranla alver eləyir, deyək ki, qohumu əqrabası orada, oturur orada, yaxud heç özü buralı ilə bir rabitə qurur, işbirliyi var. Ondan sonra Moskva, İran, Rusiya, İran arasında ticarətlə məşğul olanlar var, gəlib Daqı ələ keçirmək istəyir. Rusiya ilə İran münasibətlərini bilirik. Belə olan halda orada oturub Daqqa başçılıq eləmək olmaz. Niyə? Bir hissəsi də deyir ki, yox gərək Daq ancaq Güneylilərin təşkilatı olsun. Güney bizim gözümüzün işığıdır. Mən ömrüm boyu Güneydən yazmışam və heç Güneylilər mənim qədər yazmıyor Güney haqqında. Və söhbət ondan gedir ki, bu təşkilat bütöv Azərbaycanın təşkilatıdır. O taylı, bu taylı, bu ya Güneyin ya Quzeyin təşkilatı deyil. Bu təşkilatlarda biz birliyimizi qoruyub saxlamalıyıq. Əlbəttə, Azərbaycanın bir sıra rəsmi adamları da Daqı buradan çıxarmağa çalışırlar. İstəmirlər Azərbaycanın İran qarşısında başı ağrısın, desinlər siz niyə sizə belə bir təşkilat fəaliyyət göstərir. Amma keçən dəfə də demişdim, bu dəqiqə Güneyin nəbzi Bakıda dönülür. Hər şey buradan aydın görülür, onlar da burada gedən bütün prosesləri izləyirlər. Ona görə də bu təşkilatın bir qanadının Quzey Azərbaycanla, Bakı ilə bağlı olmağı vacibdir. Mən oldum, olmadım, gələcəkdə də bu xəttdə də millət rolunda müəyyən tarıdan üstünlüklər biz beynəlxalq təşkilatlara gedəndə qapılar üzümüzə açıqdır və o işi görürük. Yəqin bu xətti gələcəkdə də davam etdirmək lazımdır. Mümkün qədər daha çox millət vəkilləri, daha çox rəsmi adamlarımız bu təşkilatda olsa, təşkilatın imkanları genişlənər. Mən sözümü burada yekunlaşdırıram və ona ümid eləyirəm ki, Daq bugün qarşısına qoyduğu müəyyən hədəflər var.
bəzi söz var deyir, xalq içində söz var, xalq içində. Elə şey var ki, o deyilər, müzakirə olunar, elə şey var ki, ona heç ehtiyac yoxdur. Bir diaspor təşkilatı kimi biz təqdim edirik və bu cür də var, amma DAK-ın böyük idealları var. İnşallah bu ideallara doğru da gedəcək. Bizdə olmasa, bizdən sonra gələnlər, nəhayət bu təşkilat doğrudan da Azərbaycanın ən böyük diaspor təşkilatı kimi fəaliyyət göstərəcək və bu bizdən güzar eləyənlərin də böyük əksəriyyəti inşallah gəlib bu təşkilatın ətrafında birləşəcəklər. Təşəkkür edirəm hamınıza can sağlığı arzulayıram. Çox təşəkkür edirəm. Mən əvvəl söhbətdən qabaq əvvəl Sabir bəydən çox təşəkkür edirəm. Detayları açdı və bəzi məsələlərə işarə edirəm. Mən səy edirəm ki, dostlar elədiyi suallara cavab verəm və əgər artıq az şey olsa, sonra Sabir bəy də eləyə bilər, onu təkmil etdirsin. Əvvələn siyasi DAK bir dənə siyasi ictimai təşkilat və bu təbiidir ki, eləyənməz ki, təşkilatları öz içində eyniyə təşkilatlandırar. Yəni DAK-ın vəzifəsi kamilən ayrı məsələlərdir ki, ta o birisi təşkilatların məsələsi. Misal üçün, DAK eləyənməz ki, bir dənə misal üçün, cibhəni öz içində eyniyə təşkilat. Çün cibhənin ayrı hədəfləri vardır, ya hər təşkilatın ayrı hədəfi vardır, siyasi amacı vardır və müşəxəs resurslarda hərəkət edir. DAK-ınki fəqət dəqiqən belə deyə bilirik ki, hətta iki Azərbaycan birləşə də, vahid Azərbaycan təşkil tapılsa da, yenə DAK-ın davamı olmalıdır. Çünki DAK çox diaspora məsələlərində nə edir? Hərəkət edir və bu vəzifəni boynuna alıb ki, dünyada harda olur olsun, parlamentlərdə və müxtəlif təşkilatlarda Azərbaycan məsələlərini açsın, Azərbaycan problemlərinə orada bir cavab alsın və ya onlara tozih versin. İnsan haqları məsələsinin misal üçün Birləşmiş Millətlər Təşkilatının insanlar haqlarından difə edən komisyonundan eləyə bilsin, neynəsin, danışsın və biz bu işləri çox görmüşük və həmişə də onlarla sıx əlaqəmiz vardır və dəqiqən bizdən bəzi xəbərlər istəyirlər və zindanlara görə içəridə onlarla təmas tutaq. Yəni, DAK-ın müşəxəs o siyasi hərəkəti eləyənməz ki, bir dənə cibhə eləyə bilir, bir dənə misal üçün parti eləyə bilir. Yəni, bunun deyərlər ki, onun o çərçivəsi DAK-ın müəyyən məsələlər üçündür. Ona görə də ki, eləyənməz bütün təşkilatları, ya əslən təşkilatı öz içində neynəsin, organizə eləsin. Ona görə də bütün fərdilərdən təşkil tapıbdır və DAK-ın o amacı ki var, o hədəfi ki vardır, onu tutubdur, o hədəfin istiqamətində hərəkət edir. Və dəqiqən bundan artığa da zərfiyyəti yoxdur. Niyə? Çünki görürsünüz ki, hətta istəyir bəzi fəaliyyətləri gücləndirə, fori DAK-ın parçalanması gəlir qabağa, DAK-da problem yaranır. Dəqiqən bunu burada açıq deməliyik ki, DAK-ın içində ya üzv olaraq, ya gəlib sıravi üzv olub sonra müxtəlif resurslara girmək üçün nə edirlər? Bəzi maraqları istəyirlər DAK-ın vasitəsi ilə əməliyyat edirlər. Çünki əgər bunlar hizbi təşkil versələr, ya cibhə təşkil versələr, məlum olacaqdır. Bəli, DAK-ın üçün ümumi siyasi hərəkəti vardır. Bu ümumi siyasi hərəkətdə edirlər, ümumi məsələlərin dünya üzərində mətrəh eləsinlər. Ona görə də dəqiqən bu məsələ DAK-ın içindən qurulandan olubdur. Ta büyünəcəndə hətta siz görürsünüz ki, davamı vardır. Ona görə DAK-ın hətta biz görürük ki, dəqiqən neçə dənə, dəqiqən mən açıq deyirəm burada, neçə dənə dövlətin mərağı vardı bu DAK-ın içində. Hər biri istəyir DAK-ı çəkə o tərəfə. Çünki niyə?
Biz geçen 3 ildə 35-36 dənə senatorla Amerika, Avustraliya və Kanada və Avropanın müxtəlif parlamentlərindən, Avropa Şurası ilə, Avropa Parlamenti ilə rahat gedib nə etmişik? Bunlarla kontakt tapıb və Azərbaycan məsələlərini orada mətrəh eləmişik. Və o cür olub ki, hətta Avropa Şurasının, Avropa Parlamentinin sədr müavini dedi, biz bilirik ki, Azərbaycan əksəriyyətdədir. Güney Azərbaycanda 35 milyon insan İranda dəqiqən cəmiyyəti ilə hesablayırıq, əksəriyyətdir orada. Yəni, bu cür məsələləri biz istirik mətrəh edək, diplomatik məsələlərdə istirik təsir qoyaq. İlləti odur ki, sabahları siz görürsünüz ki, Suriyədə, siz görürsünüz ki, Əzveyzur, Tunisdən başlayıb gəlib beləsi gələ-gələ, bu mərhələdə diqqət edəndə biz görürük ki, bugün İran deyilən ölkədə biz bir qədəm qabağıq. Onlar diktatorları yıxırlar, yerinə İslami gəlir, İslami müxtəlif nirular gəlir. Əxəvanı Müslümindən tutdu o bizlərə görə. Biz bu hərəkət İran deyilən ölkədə şah gedəndən sonra ki, diktatoru yıxıldı, şahın diktatorluğu dəqiqən İslami hərəkət dırnaq arasında əlbəttə İslam adı ilə girdilər, neynərlər? Bu günəcən 33 ildir hakimiyyət edirlər. Ona görə biz bu məsələlərin dəqiqən qabağını almaq üçün DAK olaraq heç bir təşkilatla problemimiz yoxdur. Mən mötəqidəm ki, hətta bugünkü Güney Azərbaycanda onlarca təşkilat da təşkil tapacaqdır, müxtəlif cibhələr təşkil tapacaqdır və bunlar da işbirlik eləyə bilərlər, bir-birinə eləsinlər. Və dəqiqən ona görə DAK bu məsələni eləyənməz. Və bəli, bu təşkilatlar yığışıb, bir dənə şüarın dövründə ki, Azərbaycan milləti öz gələcəyini özü təyin eləsin. Bu şüarın üstündə eləyə bilərlər, bir-birinə işbirlik eləsinlər. Və bu ciddi məsələlərdə çox, çox güc qoysunlar, çox vaxt qoysunlar, çox zaman qoysunlar. Və Allah DAK-da fəaliyyət eləyənlərə gülçük yapışdırmağın elə bir hüsnü yoxdur. Və bu bir gün deyirlər, 2 gün deyirlər. Axirdə məlum olar ki, elə mən razıyam ki, 20 dənə, 100 dənə Sabir Bərdaşın adamları olsun, gəlsin fəaliyyət eləsin, 100 dənə də ona söz desin, eybi yoxdur. Ya mənim özümə, 100 dənə mənim dalımcan söz desinlər, eybi yoxdur. Çünki hərəkət eləməsən, heç kəsində sizin adamla iş olmaz. Və mən fikirəm ki, mən bir dənə Azərbaycanlı ilə problemim yoxdur. Bir nəfər ilə. Onların ki, problemləri vardı, bizim siyasi məsələrimizlə problemləri var. Və Allah şəxsi məsələ ilə problem yoxdur. Ona görə qeydirəm həmən suala, DAK eləyənməz ki, bir dənə təşkilatı öz içində cəzb eləsin, bəlkə eləyə bilər, DAK o birisi təşkilatlarla işbirlik fəqət. Bəli, çünki niyə təşkilat olaraq DAK lazımdır? Təşkilatsız heç iş görənməz. Hətta adı konqrə qoyaq bir dənə. Bu konqrənin də sabahları gələn konqrəyəcən müşəxəs rüsurlarda insanlar lazımdır ki, fəaliyyət eləyə, hərəkət eləyə. Və üçün bu işi biz hər nə forma qoysuq, o bir təşkilat səviyyəsində qabağa gedəcəkdir. Ona görə də DAK məcbur olur bir təşkilat formasında hərəkət eləsin və Allah ayrı cür eləyə bilməz ki, çünki niyə? Daim gərək müşəxəs hədəflərlə işləyə, müşəxəs iş proqramı qoya, məsələn, bir 2 illik iş proqramı hazırlaya, ondan bəhs oluna üzvlər və idarə heyətinin tərəfindən və eləyə bilər, hərəkət eləyə. Təbiidir ki, indi DAK dəqiqən Sabir bəy söhbətində açdı. DAK 4 ildir dəqiqən ki, biz fəaliyyət edirik Sabir bəylə həmsədrlikdə. Bu fəaliyyətdə, indi deyəcəm o daimi şuranda söhbətini açdı, ona da elə bu məsələdə istəyəcəm cavab verəm. Dəqiqən DAK-ın bilən o sistemi həm fikrisi yox, bəlkə hərəkət fəaliyyətini kamilən dəyişildi.
biz də orada burada iclas qoyub bəzi bəhslərlə vaxtımızı sərf eləmək əvəzinə neynədik, başladıq bu vəzifəni götürək ki, biz əvvələn Güney Azərbaycanın məsələsini tanıtdıraq, Qarabağ məsələsini o bizi müxtəlif ölkələrdə tanıtdıraq, hətta onun həqqaniyyətini deyək və misal üçün bu səfər biz Jenevdə getmişdik, Sabir bəyin xanımızı dəqiqən bu bizim Kuzey Azərbaycanda ermənilərlə ki müharibə olmuşdu. Bizim qadınlardan əsir düşənlər var orada. 400 xurdə qadın orada əsirdir. Biz bunları səpələyiblər bütün qondarma Ermənistanın müxtəlif şəhərlərinə. Biz istəyirdik onların در حقیقت Beljikin 2 dənə senatorunun vasitəsilə və ondan sonra Sabir bəy də vardı, mən də vardım. Orada qəşəng filmlər zətlər göstərdilər. Bu Rotkreuz deyirlər də, o qızıl xaç. Qəbul elədi ki, bu faktların əsasında ki, ermənilər yalan deymişlər. Bizim orada əsirlər vardı. Yəni siz mülahizə edin, Tənzilə xanım bir dənə xanım olaraq bu fəaliyyəti edirik. Bəzən elə namərd adamlar var, birdən görürsünüz ki, gəlir ona toxun edir özdə televizyonda. Ki, dost düşmən baxır. Mənim əslən düşmənim fəqət Fars şövinizmi və onun baskı qolu Tehran rejimidir. Ondan sonra mən fikirəm, nə mənim, nə Sabir bəy, nə bütün idarə heyətinin heç birimizin o birisilərlə düşmənçiliyimiz yoxdur. Rəqabət yaxşıdır, rəqabət olmalıdır. Rəqabət olmasa inkişaf olmaz heç şeydə. Ona görə də hətta siyasi rəqabətdə də bir növ deyərlər etdiklərə, bir növ əxlaqi məsələlərə, bir növ şeyə diqqət eləməliyik. Dəqiqən, hamımız diqqət eləməliyik ki, ta bir-birimizdən incik olmasın və ta bu rejim sərnüqün olmayıbdır, bu rejim aradan getməyibdir. Azərbaycan məsələsi mətrəh olmayıbdır. Azərbaycan milli məsələsi, milli azadlıq hərəkatı həll olmayıbdır. Bizim gücümüz fəqət o yolda həll olmalıdır. O insanlar ki, indi bugün zindanda əyləşiblər, hamısı, qadınlar, kişilər, cavanlar, millilər. Bizim vəzifəmizdir, onların istəklərinin sayəsində hərəkət edək, onların istəklərinin səmtində hərəkət edək. Nəinki Həsən nə dedi, Hüseyn nə dedi. Bu sözlər mənim nəzərimə siyasi söhbətlərdir və dəqiqən də bunu hamımız qabağını almalıyıq bu məsələni. Çünki niyə? Ayrı dövlətlər ki, əlləri vardı, istəmirlər biz orada 50 milyon Azərbaycanlı bir qüdrətli bir dövlət ola, ona görə nə edirlər? Başlayırlar müxtəlif adamların vasitəsilə. Ki, ümidim var ki, ümidim var. Bu hakimiyyət sərnüqul olandan sonra list ki, çıxacaq eşiyə, necə şah dövranında çıxdı eşiyə? O list çıxacaq eşiyə, o adamlar ki, bugün buruq-buruq verirlər və istəyirlər hərəkəti səmtidən çıxardalar. Onlar məlum olacaqlar. Məlum adlar çıxacaq eşiyə. Kim hara işləyirmiş, kim niyə işləyirmiş, nə cür işləyirmiş. Bunlar hamımızı çıxacaqlar eşiyə. Onda bilinəcəkdir ki, cəmaət özü neynəyəcəkdir. Bu insanların barəsində təyin təşrif edəcəkdir. Daimi şuriyə mən qısa bir üçün o parlamentər ağacı istəyirəm. Dostlar biri sual eləmiş, cavab verəm. Daimi şura bir dənə resurdur. Bu resur DAQ-ın içində müşəxəs vəzifəsi vardı və bu vəzifəni də indiyəcən çox gözəl neyniyibdir, əməl edibdir. Bu da bundan ibarətdir ki, daimi şura müşəxəsən təhqiq edilir, müşəxəsən tədbirləri, bəzi görülən işləri sədrlərə təşrif edilir. Sədrlər bunu təşriflərə idarə heyəti ilə danışırlar və əməl edirlər. Bu daimi şuranın adı odur ki, bu resur daimidir onun içində. Müntəha daimi şuranın sədri ki, Əjdər bəydir və DAQ-ın aktiv insanlarından biridir. Bugün nə vardı? Gələn seçimdə ayrı insanlar onun yerini olur. Yəni, necə bizlər dəyişilə bilirik və gərək də dəyişilək.
Yadınızda olsaydı DAK-ın o 3-cü icrasında şəxsən bizim təklifimizdir ki, hər nəfər bir dəfə sədr olsun, sonra çəkilsin kənara. Çünki niyə? İnsanlar eləyə bilsin, ilatçılığı öyrənsinlər. Bir təşkilatı necə idarə elərlər, öyrənsinlər. Mütəəssifanə bu əməl olmadı sonra, əməl olmadı, vəli bu bizim bütün cesurlar o cürdür. Hər kəs seçsə, çoxunluq demokrasinin əsası budur. Çoxunluq hər kəs seçsə, azınlığın mənafeyini də hifz eləmək üçün o çoxunluq ki, rəhbəriyyətdə, həm təşkilatda elə bu cürdür əməl edilir. Ona görə daimi şuranın adı ki, resuri daimidir. O daim bir dənə təşkilatın nə mənəsidir? Təşkilatın payalarından biridir, olmalıdır. Mən fikirəm ki, və bu da cavab verə bildim. Bu resura təbiidir ki, o özü tək əməl eləmir, həmişə sədrlərlə və idarə heyətinə məşvərətsiz bir iş görənməz və vəzifəsi də o cürdür. Və bütün hizblərdə də qeyri-müstəqim ayrı adına bu vardır. Bütün hizblərdə, Almanda da görürük, İsveçdə də vardır. Hər hizbin içində müşəxəs bir dənə resur var ki, bu eləyə bilir, təhqiqat eləsin və müşəxəs istəkləri, müşəxəs türkçə əncümənlərin və bütün o ustanların, ya hər nə mən adını qoyuruq, bunların istəklərini cəmbəndə eləsin, təşrif eləsin hizbin rəhbəriyyətinə. Müntəha adları kamilən ayrıdır. Bəli, daimi şura dəqiqən möhtəvası və işi bundan ibarətdir. Mən o parlamenti dəqiqən açıb danışmalıyıq üçün dəqiqən 15 il bundan öncə bir iclas var idi İstanbulda. Dəqiqən bu məsələlərin üstündə danışılırdı ki, bu parlament sürgündə nə cür təşkil tapa bilər? Çünki mən fikirəm ki, indi mən yəni DAK-ın tərəfindən o formada DAK-ın nəzəri deyil bu. Bu üçün o parlament soruşuldu, bu mənim öz nəzərimdə deyirəm. Dəqiqən parlament o zaman təşkil tapılar ki, içərinin hərəkəti ilə, içəridə Milli Azadlıq Hərəkatının nümayəndələri ilə bütün şəhərlərdə müəyyənləşə, onların səsi məlum olar. Misal üçün, Zəncandan neçə nümayəndə ya neçə səs verilməlidir? Təbrizdən, Urmiyədən, Xoydan, Mərəddən, hansından cəmiyyətinə nisbət bunların adayları olmalıdır, bunların səsləri olmalıdır və bu nümayəndələr neynirlər? Öz səslərin özü də olmasa, bu xaricdə olan, yaranan parlamentə neynirlər? İntiqal verirlər. Yəni, onların söhbətlərin, təsminlərin və xaricdə olan təşkilatlarla həm bir yerdə neynirlər? Bunlar birləşib, əvvəl bir dənə təşkilat, necə də ki, biz gördük ki, indi şeydə, nə mənadır, həm Misridə, həm Suriyədə. Suriyədə, məsələn, İstanbulda Milli Şura təşkil tapdı. Bu Milli Şura dəqiqən həm müxtəlif hizbləri, hətta taza keçən həftə xaricdə olan müxtəlif təşkilatları da neynədi? Öz içində üzv elədi. Və dəqiqən bu məsələdir ki, bunlar yığışandan sonra bir yerə bütün təşkilatlar içəri eşitli və birlikdə hərəkət eləmək, nəinki bir təşkilatda olalaraq, birlikdə hərəkət eləmək, işbirlik eləmək, ondadır ki, parlamentin statusu məlum olar. Çünki niyə? Cibhələr ki, yaranır. Cibhə bir dənə müvəqqəti təşkilatdır. Müşəxəs hədəf üçün təşkil tapır. Bu cibhə eləyə bilir, misal üçün, qamaç təşkil tapıbdır. Müşəxəs hədəfi vardır, müşəxəs zamanacan bu eləyə bilər, neynəsin, davam etsin. Və ya ayrı birliklər vardır, danışıqlar vardır, içərli eşikli, indi Güney Azərbaycanın müşəxəs təşkilatları bir-birinə söhbətlərdə, müzakirələrdədirlər. Və bunlarda da şayət bir dənə 2-ci, 3-cü, 4-cü cibhədə təşkil tapar. Sonra bunların işbirlikləri məlum olar
ki, hansı dairədə bu cibhələr eləyə bilirlər, işbirlik eləsinlər. Sonra parlamenti məlum olur. Necə ki, ərəblər Əl-Əhvazda əvvəl cibhələrini yaradıblar, indi də parlamentlərini yaradıblar. Və onun sözcüsü, mən Göteborg'da idim, orada bir iclas var Demokrat Partinin, Güney Azərbaycan Demokrat Partisinin, orada iştirak eləmişdi. Həm cibhənin nümayəndəsi gəlmişdi, orada danışırdı, həm parlamentin nümayəndəsi. Yəni, bizim başımız xırda məsələlərlə məşğul olub və əsası işlərə yetişəmirik. Təbiidir ki, nə Azərbaycan təşkilatı təşkil tapsa, belə sevindiricidir. Çünki təşkilatlanmasa problem vardır. Dağlı qalmış ölkələrdə məmulən təşkilatçılıq az olar. Bəli, siz baxın, Almanda hətta quşbazların da təşkilatı var. Baxız görürsünüz ki, müxtəlif idmanların təşkilatı var özlərinə görə. Niyə? Təşkilatdır ki, bir nəri fərdlə işləmə olmaz. Bugünkü 21-ci əsr təşkilat və cəmi işləmək, timi işləmək necə deyərlər, əsridir. Yəni ona görə də mən baş ağrısı gətirmirəm. Parlament sonra bu cibhələrin və ya bu birliklərin, işbirliklərin üstündə neynər? Sonra bunlar ki, nümayəndələrini verirlər eşikdə, sürgündə düzələn parlamentə. Bunda neynir? Hərəkət edirik və eləyə bilirik, təsmin tutsun və necələr ki, görürük ki, 3 ay bundan qabaq, 4 ay bundan qabaq Milli Şura Əsəd hakimiyyətinə dəqiqən ixtar verir. Özü milli ordusunu yaraldır yavaş-yavaş. Hər kəs o ordudan qaçır, gəlir, neynir öz milli ordusuna. Ona elə biz də bu məsələni mətrah eləməliyik İran deyilən ölkədə ki, hər kəsin əli batmayıbdır bizim insanları orada öldürmək üçün. Bəli, məcbur olublar ordunun içindədirlər. Onlar da çıxıb gəlməlidirlər, neyniyələr? Bir dənə milli ordu təşkil eləyə lazım olsa. Bu millətin istəyidir. Millət özü nədir istəsə, o cür olacaqdır. Bəli, bizlər ki, burada rahat sərneyzə boynumuzun dalısında dəyirik, fikirləşək görək hansı məsələ bizə bizim millətin mənafeyin yolundadır. Ona fikir verək. Və Allah fərdi məsələlərə, kiçik məsələlərə fikir versək, təbiidir ki, bizim gücümüzü alacaqdır. Bizim gücümüzü alacaqdır. Hərəkətin səmtini dəyişəcəkdir. Və biz bu yola getməməliyik. Biz də getsək, bizim dostlarımız bizə deməlidirlər ki, bu yolu düz dəyirik. Gəlin, əsli yola, əsası yola ki, millətin bizdən o intizarı vardır. Həbib Bəbəyəqla öz söhbətində dedi ki, xaricdə yaşayan təşkilatların, fərdlərin, qurumların müşəxəs vəzifəsi vardır. Bu vəzifəni hər kəs, hər nə formuna olur, davam etməlidir. Çünki o adam ki, deyir, filan kəs olsa mən gəlmərəm, sabahlar gələcək, məsəl deyirəm, Güney Azərbaycan parlamenti oturacaqdır. Onda mən duracağım ya, deyəcəm, çünki o oturub orada, mən dururam, gedəm. Yəni, bu siyasi məsələni düşünməməkdəndir. Biri ki, siyasəti, o deyərlər, axirinəcən düşünmürük, o təbiidir ki, xırda şeylərlə məşğul olub və cəmaəti də neynəyəcək? Məşğul eləyəcəkdir. Və Cumhur İslamı da bunu istəyir. Siz fikir eləmirsiniz ki, nə qədər güc qoyur bu Azərbaycan məsələsinin əslən səsi batırsın. Nə qədər güc qoyur bu yolda. Görür ki, Azərbaycan milli azadlıq hərəkatı dəqiq səmtinə gedir. Dəqiq səmtinə gedir. Cumhur İslamıdan ayrılan insanlar ki vardılar, ayrılırlar. Ondan nəinki ayrılır gəlsin millətə tərəf. Ayrılır, öz orada neynəsin, özünü məqamdan ötür, ayrı bir istəklər ötür, neynəsin, gəlsin bir daha ayrı bir təşkilat yaransın. Azərbaycanlılar dəqiqən deyirlər, yox, biz o təşkilata qatılmarıq ki, Azərbaycan millətin mənafeyin yolunda hərəkət eləməyək. Dəqiqən gördü ki, həm rejim gördü, həm də o yalancı opozisyon gördü ki, xeyr, da Azərbaycan milli azadlıq hərəkatı belə fəaliyyət edib, belə insanlar canlarını fəda ediblər bu yolda, gəlib 4 dənə mallanın, 5 dənə beystilə aydın
ki, onların fars şovinizminin baskı qolunu dubarədən yaratmağa bu səfər fikirləmirəm ki, Azərbaycan milləti bu məsələyə hədiyyə. Ona görə bu parlamenti mənim nəzərimə düzələndən sonra o birisi parlamentlərlə eləyə bilər, itibat eləsin. Dünya səthində eləyə bilər, normal bir dənə, düzdür, normal seçimdə seçilməyibdir. Bəli, üçün orada diktator hərəkətdədir, diktator hakimiyyətdədir. Bu neynir? Bu özü xaricdə neynir? Parlamentin təşkil verir, diplomatların təşkil verir. Bunlar nədən ötürdür? Nəinki hakimiyyət eləsə, o birisi millətlərlə, o birisi təşkilatlarla, hizblərlə, dünyada nə mənə mütərəqqi təşkilat və hizblər var, rabitə bərqərar eləsin, rabitə qoysun, eləyə bilsin ki, sabahları bizim millətin tanklar ki, bu günlər biz görürük, Suriye'nin arteşi, ordusu, o tankları alıp ki, xarici dövlət ona həmlə eləməsin. O özündən dif eləsin. Onu almayıb ki, millətin pulu ilə, millətin təpəsinə top, özdə tankla evi vurur. Biz görmüşük ki, tankla müqabildə böyük bir silahlı bir mərkəzi vurarlar. Nəinki öz yəni abadanlığını vurarlar. Sabahlar bu məsələdə bizlə dişlər eləməsin, bizim milli azadlıq hərəkatımız çox ağıllı hərəkət edir. Və görəcəksiniz ki, ordudan qopanlar və bütün bu silahlı və bürokrasi hakimiyyətin o qolu ki, əli qanazada batmayıbdır, görəcəksiniz, sabahlar bizim əgər hərəkətimiz mütərəqqi olsa, gəlib difə edəcəkdir bu hərəkətdə və gərək də gəlir. Və ona görə bu günləri DAQ-ın olması burada, DAQ bir dənə müşəxəs bir dənə hədəflə qabağa gedir və bu işləri görür, əlindən gəldiyini və hər nə qədər bohtan, mən razıyam, DAQ-ın gücü 3 bərabər ola, dünya aləm bizə bohtan verir, eybi yoxdur. Əslən dedi, nuşdur bizə. Məsələ deyil. Çünki niyə? Biz bilirik ki, kiminlə savaşırıq və bilirik ki, nə qədər bizim intellektüelimiz vardır dünya üzərində və əgər eləyə bilsək bu gücü düzgün yola aparaq ki, DAQ-ın içində biz bir qismətini görə bilirik, eşikdə də ayrı təşkilatlar vardır, çox fəaliyyət edirlər, biz görürük, müxtəlif təşkilatlar qururlar və vaqən kömək, əlimizdən gəlsə yardımcı olmalıyıq, bu iş qabağa gəlsin. Mən başsa arıtmıram, mali qisməti mən şəxsən özüm burada aşmıram, üçün mən dəqiqət bəzi sözlər var ki, təşkilata mərbutdur və onun açılması düz deyil və ona görə də burada Sabir bəy dedi, bir qismətin hər kəs öz cibinin pulu ilə və bizim DAQ-ın içində dostlar var ki, köməkli edirlər, eşikdən köməkli edirlər və vaqiyyətdir ki, elə sizin təhkim dostların sayəsində DAQ hərəkət edir. Təşəkkür. Həbib bəy və otaqda bütün bu məni dinləyənlərdən və hamımıza can sağlığı. Bir daha hamınızı salamlayıram, xüsusən sonra qatılan, sonra gələn dostlarımızı, qardaşlarımızı. Gülnar xanıma indi imkan olsa hər halda balaca bir onunla bağlı fikrimi deyərəm, amma mənə elə gəlir ki, mən sözümün əvvəlində bütün danışıq boyu bu suala dolayı yolla cavab verdim ki, necə oldu bu parçalanma əmələ gəldi. Mən suallara cavab vermək istəmirəm, yəni ona görə ki, Firidun bəy o sualların hamısına demək olar ki, ətraflı cavab verdi. Bir şey demək istəyirəm ki, bugün Azərbaycanın faciəli tarixinin başlanğıcı olan Gülüstan müqaviləsindən 184 il keçir və çox istəyərdim ki, sizin otaqda yaxın vaxtların birində həm də bu məsələyə, bu acı tarixə həsr olunmuş bir hər halda partaq görüşü də keçirilsin. Bunun belə deyək ki, tarixdə Azərbaycan taleyində oynadığı acı rol və bugün beynəlxalq hüquq baxımından bunun bu müqavilənin dəyərsizliyi və ümumiyyətlə bu mövzu ətrafında yaxşı olar ki, bu
işinə məşğul olan mütəxəssislər, tarixçilər də dəvət olunsun. Hər halda Gürcüstanla bağlı bir görüşün keçirilməsinə, bir yox bəlkə bir neçə görüşün keçirilməsinə son dərəcə ciddi bir ehtiyac var. Ən azı İran rejimi bu indiki iddiaları ilə bağlı ortaya müəyyən məsələlər qoyanda orada bizim onlara da deməyə sözümüz olsun. Biz bu məsələləri hər halda burada dəfələrlə müzakirə eləmişik, yazılarımız çap olunub, amma bir daha bu otaqda müzakirə olunsa yaxşı olar. Mən sadəcə olaraq bu tarixi sizə xatırlatmaq istəyirəm ki, qoyuş heç kəsin yadından çıxmasın. Firdun bəy cavab verdi. Burada bu daimi şura məsələsi bizim kənarda olan dostlarımıza biraz belə qeyri-adi görünür. Yəqin bunun bir hissəsi həm adla bağlıdır, bir hissəsi də ümumiyyətlə Avropadakı bəzi dostlarımızın Əjdər bəyə münasibəti ilə bağlıdır. Ola bilər. Amma Əjdər hər halda kifayət qədər səmərəli çalışır Dünya Azərbaycanlar Konqresində. Bilirsiniz, bu DAK İsveçdə qeydiyyatdan keçib və davamlı olaraq bu qeydiyyat eləyən təşkilatlarla məsələlər çıxır ortaya. Bunu mən durub Bakıdan ya Firdun bəy Almaniyadan oraya gedə bilmir. Bizim yeni təşkilatlarımız yaranır. Hər dəfə bu təşkilatların deyək ki, Rusiyada, Ukraynada, Qazaxstanda, başqa ölkələrdə bunların qeyd olunması üçün xırda bir o qeydiyyatçı təşkilatdan, deyək ki, İsveçdən bir kağız lazım olur ki, alıb göndərək, bəli, DAK burada qeydiyyatdan olur, qeydiyyatdan keçir. Bu daimi şuranın bir işi də əslində bu təşkilat işləridir və eyni zamanda deyək ki, qurultay oldu, qurultayın sənədləri yığılır, qalır, ondan sonra hər dəfə sədrlər dəyişilir, itir bir şeylər. Biz istəyirdik burada belə bir ardıcıllıq olsun, bu məsələlər bir Avropada olsun, həm də bu itməsin. Ondan sonra DAK-da hər halda bu daimi şura deyilən bir həm də Firdun bəy deyən kimi müəyyən xalqdan, cəmaatdan, bizim üzvlərimizdən gələn fikirlərin zadın toplanması üçün bir yardımcı olsun. Amma kənardan görünən qədər də deyil. İdarə heyəti var, hər şey idarə heyəti həll edir. Ondan sonra burada nəzarət təftiş komissiyası var, müxtəlif bizim müavinlər var, hərənin ölçüsü var. DAK-ın daimi şurada bir o təşkilatlardan, orqanlardan biridir. Daimi şurada, amma sədr daimi deyil. Sədri də qurultayda seçilir. Əslində deyək ki, belə bunun çox elə o qədər də belə fərəh gətirdi. Ağır işdir, ona görə də Əjdər də oradan güman edirəm beşərli yapışmayıb. Növbəti qurultayda yəqin sədrlərin seçicisi kimi DAK-ın sədrinin də seçicisi olacaq. Buna görə bunu istəyirəm ki, yəni hər kəs düz başa düşsün. Güney Azərbaycan parlament məsələsi, bu mühacirət parlamenti mənə elə gəlir çox ciddi məsələdir, olmalıdır. Amma DAK-ın işi ayrıdır, o ayrıdır. Firdun bəy bunu izah elədi. Bunlar bir-birinə mane olmurlar, əksinə bir-birinə kömək eləyərlər. O parlament niyə görə vacibdir? Parlament ən azı sabah Azərbaycanın gələcəyi, Güney Azərbaycanın gələcəyi necə olacaq? Hansı sistemlə idarə olunacaq? Hansı qanunlarla? Dünyanın hansı ölkəsinin təcrübəsi ilə və s. və s. Pişəvər dövründə Sovet SSR-nin bir şəkli ora köçürülmüşdü. Buradan hətta rayonların bölgüsü, idarəçilik mexanizmləri. Amma sabah Azərbaycan deyək ki, Milli Azadlıq Hərəkatı bir hədəfə yetişəndə, qalib gələndə Azərbaycan necə idarə olunacaq? Onun bugün, hər gün bilirsiniz, Almaniya parçalananda hər il deməli, Şərqi Almaniyada hər il Almaniyanın birliyindən sonra talihləri necə olacaq, yeni sənədlər ortaya qoyurdular, hazırlayırdılar, yorulmadan bu işi görürdülər. Biz də yorulmadan sənədlərin üstündə Azərbaycanın gələcək idarəçilik mexanizmlərini hazırlamalıyıq. Bizim DAK-ın bir ayı var və bu kitab sağ olsun Firdun bəy bunu Avropada çap elətdirib, əlifbası ilə hər kəs onu əldə eləyib, oxuya bilər. Biz də indi onu burada biz Latın qrafikasına çevirmişik və inşallah burada da çap eləyəcəyik. Orada əslində biz DAK-ın bu məsələyə görüşünü general kitabdır o. Geniş izah eləmişik və hesab eləyirəm ki, onun bu məsələlərə xeyri ola bilər.
Bu mənada əgər bir deməli parlament yaransa, mühacirət parlamenti şübhəsiz DAK onun işinə bu şəkildə kömək eləyə bilər. Bunlar yenə deyirəm bir-birinə mane olmur, əksinə bir-birini tamamlamalıdır. Sonra o təşkilatların bir yerdə qurulması. Biz təşkilatlar üstü bir qurum olmaq istəmirik, çünki doğrudan da hədəflər müxtəlifdir, amma əlaqələri qurmağa həmişə hazırıq. Ona görə də siz bilirsiniz, biz Azərbaycana məsələn Avropada yaşayan bir sıra partiyaların üzvlərini davamlı dəvət eləyirik. Bir ara gəlmişlər, federalistlər gəldilər, burada görüşdük. Sonra hətta məsələn Doktor Bərahənli Kanadadan dəvət eləmişdik. Çox məşhur yazıçıdır, getdi, o görüşlər haqqında da maraqlı fikirlərini dedi. Ondan sonra ziyalıları dəvət eləyirik bura, Avropadan, dünyanın müxtəlif ölkə, İngiltərədən, Kanadadan dəvət eləyirik, gəlib görsünlər Azərbaycanla bağlı, yaxından oturaq üzrə söhbət eləyək. Bunların hamısı güneyli adamlar, güneydən olanlardır və istəyən adamları yenə də dəvət eləyib burada, yəni görünür gələcəkdə bir daha biz Avropada fəaliyyət göstərən müxtəlif siyasi partiyaların başçılarını imkanımız var, Avropada da görüşək ya da Azərbaycanda görüşək, bir yerdə oturub gələcəyimizlə bağlı şübhəsiz bu problemləri bir masaya yatırdıb danışaq. Biz bir milləti, qardaşıq, heç bir başqa iddialarımız yoxdur. Fikir ayrılıqları var, 50 milyon adamın hamısının fikri eyni ola bilməz. 50 milyon adamın içində 50 milyon da fikir ola bilər. Amma bu fikirlərin bir istiqamətə yönəlməsi milli hədəflərə doğru, bu çox vacibdir. Bunu da ancaq bir yerdə həll eləmək olar. Sonra burada sual verildi. Məndən soruşdular, burada artıq Firdun bəy dedi, maliyyə məsələsi, o barədə mən fikrimi dedim. İctimaiyyətə açaq maliyyə. Nəyi açaq bilirsiniz? Bu təşkilatlar var, bizim düşmənlərimizin təşkilatları, milyonlarla, milyardlarla pulları var. Deyək ki, bunu da hər kəs bilir. İndi biz onların qarşısında durub öz büdcəmizi açsaq, biraz belə də adam bu rəqəmlər demək istəmir. Şapalaqla üz qızardırıq. Heç olmasa qoy özümüzə qalsın bu dərdimiz. Bunu kənara çıxartmıyıq. Lazım olanda qurultayda biz onsuz da hesabat veririk. Sonra burada soruşdular, Güneydən bir sual vardı. Güneydəki tanınmış gənclər gəlib burada Azərbaycan dövlətinin hesabına, yəni bu dövlətin verdiyi burs hesabına oxuya bilərlər, yoxsa yox? Bu çox ciddi bir məsələdir. Biz təşkilatımızın Güney qolu ilə bir yerdə daimi bu işin içindəyik burada. Mənim demək olar ki, bizim təhsil qanunumuzda var, sonra xaricdə yaşayan soydaşlarımız haqqında, yəni Azərbaycandan kənarda yaşayan soydaşlarımız haqqında qanunumuz da var. Çünki Güney Azərbaycan xaric deyil, ora öz doğma torpaqlarında yaşayan insanlardır. Azərbaycandan kənarda yaşayanlar haqqında qanunumuz da var. Bu qanunların hamısında deməli, Azərbaycandan kənarda yaşayan bizim soydaşlarımıza, qardaşlarımıza burada güzəştli təhsil nəzərdə tutulub. Bu kağızın üstündə var. Amma təəssüf ki, hələ də biz bunun reallaşdırılmasına nail ola bilməmişik. Mənim neçə ildir burada rektorlarla və təhsil naziri ilə bu barədə daimi dialoqum var. Daimi hətta nazirlər ki, bu qanun niyə həyata keçirilmir? Güneydən gələn bizim gənclərimiz niyə, nə bilim, Avropadan gələn, kənardan, Asiyadan gələn müxtəlif yabancı ölkələrdən gələnlərlə eyni tutulur. Onlar da pul vermədilər burada, bunlar da pul vermədilər. Bəzilərinin imkanı olmur, gəlir bir neçə il oxuyur. Çox çətinliklə mən indi o şəxsi, belə deyim ki, münasibətlərdən, ondan sonra məktublar yazırıq, istifadə edib, bəzilərinə belə deyək, az da olsa kömək eləyə bilirik. Amma bu yetərli deyil. Bu bir deməli sistemə çevrilməlidir. Qanunla bu gələn güneydən gələnlərin bir hissəsini, heç olmasa Azərbaycan ildə müəyyən bir limit ayırmalıdır ki, bu il Təbrizdən və güneydən ümumiyyətlə gələn bu qədər 50-100 gənc Azərbaycan dövlətinin hesabına təhsil alacaq. Hələ ki, bunu biz deməli, reallaşdıra bilməmişik, həyata keçirə bilmirik. Amma Milli Məclisdə bununla bağlı
mən dəfələrlə çıxış eləmişəm. Hətta bir dəfə təhsil qanunu müzakirə olunanda bütün rektorlar, universitet rektorları, təhsil naziri də orada idi. Mən onlara dedim ki, mən hər birinizə ildə neçə məktub yazıram Güney ilə bağlı. Təbii ki, o rəqəmlər çox böyüdür. Hərəsinə 10-15 il boyu məktub yazıram. Filan universitet, filan Güneyli gəncimizə kömək elə. Deməli, dedim ki, niyə mən hər ilsi minnətçisi götürməliyəm, məktub yazmalıyam? Bu uşaqlar mənim xalqım, mənim qohumumdur, sizə yaddır. Bu bizim millətdir. Niyə mən bunlar yazmalıyam? Siz niyə kənarda dayanmalısınız? Gəlin bunu qanunla həll edək. Heç kim nə məktub yazsın, nə heç kimə minnətçi düşməsin. Belə bir proses gedir. Amma güman eləyirəm Azərbaycan dövlətinin qayğıları çox idi. Orada bir sıra başqa problemlər də var idi. Müharibə var, 1 milyon qaçqın var. Əlbəttə bu şeylərin hamısını çatdırmaq olmur. Amma zaman keçdikcə bu yerini tutacaq. Yəni ildən ilə gələnlərin sayı çox idi. Bir də burada İranla bəzi başqa şeylər həll olunmalıdır. Çünki burada oxuyanların gərək diplomları orada tanınsın. Gəlib oxuyur 6 il, 7 il həkim olur. Gedib əgər orada onun həkimlik diplomu tanınmayacaqsa bu bir sorun, bir problemdir. Ondan sonra başqa burada oxuduğuna görə orada təzyiq görəcək, təqib görəcək. Bu da bir məsələdir. Bunlar bəncə zaman içində həll olunmalıdır və biz də bu istiqamətdə çalışırıq. Milli Məclisdə Güneydən gələn gənclərin təhsilinə diqqətin, qayğının artırılması ilə bağlı mən bəlkə 10 dəfə çıxış eləmişəm. İndi hər deməli sessiyada, hər dəfə hökumətin hesabatında, hər dəfə deməli büdcənin təsdiqində bu məsələlər dilə gətirilir. Yəni biz bunları deyirik. Güman eləyirəm, yəni bu məsələlər həllini tapacaq və gənclərimiz, oradan gələn gənclərimizin təhsil alması üçün ildən ilə burada şərait daha da yaxşılaşacaq. Sonra başqa Güllər xanım bir daha deyirəm o sual verdi. Cavad bəy, Səbri Təbrizi 17 nəfər idarə heyətinin üzvü seçildi. Niyə daha güclü bir adam seçilmədi? Bu suala mən cavab verə bilmərəm. Çünki o vaxt düşünürük. Mən həmişə o fikirdə olmuşdum ki, tək sədr olsun və bu sədr də Güneydən olsun. Yenə də onu elədik. Bir ara deməli burada Cavad direktör oldu. Sonra Səbri Təbrizini seçdik. Təəssüf ki, Səbri Təbrizinin vaxtında bu tamam belə vəziyyət dəyişildi. Nə qədər biz də hamımız çalışsaq da o birliyi qoruyub saxlaya bilmədik. İndi bundan sonra güman eləyirəm o səhvlərdən nəticə çıxararıq. İdarə heyəti qurultayda seçiləndə o adamlar, işləyən adam seçilməlidir. Bilirsiniz, elə gəlib birinci dəfə düşür ora, hər bölgələrin biri seçilsin. Bölgə məsələsi deyil ki, idarə heyəti yumruq kimi bir və işləyən adamlar olmalıdır. Burada bəlkə də nə bilim, sayın da çoxluq əsas deyil, say deyil əsas. Əsas o adamlar bu işi bilən, dünya təcrübəsini bilən, xalq arasında tanınan, tanınmağı da qoyuram, elə işi ilə tanınacaq gələcəkdə. Amma iş görən adamlar olmalıdır və gedib o beynəlxalq təşkilatların qabağına çıxanda orada sözünü deməyə bacarmalıdır, orada nədən danışır. Ondan sonra xalq arasında Güneydən gələn bu məsələlər, yəni hamısı bir-birinə bağlı məsələdir və hesab edirəm ki, bu təşkilat çox çətin şəraitdə fəaliyyət göstərir. Biz çox müxtəlif mühitlərdə böyümüşük, müxtəlif mühitlərdə tərbiyələnmişik. Güneydən gələn var, buradan gedən var, burada bitkə çörək dalıncan gedən var, hakimiyyətdən inciyib gedən var, sonra hakimiyyət elə belə təhsil almağa gedən var, hakimiyyətin göndərdiyi adamlar var, nə bilim, müxtəlif xəttlərlə gəlir. Bunların bir araya gəlməsi, yığışması, dil tapması, falan təşkilatlanması bir vaxt istəyirdi. O vaxtda gedir və güman eləyirəm, getdikcə bizim bu həm təşkilatımız və həm də xaricdə fəaliyyət göstərən diaspor təşkilatları öz fəaliyyətlərini yaxşılaşdıracaqlar. Məsələn, mən İstanbulda getdim, son vaxtlarda bizim oradakı bir Azərbaycan dərneyi ilə görüşdük. Çox gözəl bir tədbirləri vardı, iştirak elədim. Türkiyənin hər şəhərində 3-4 Azərbaycan dərneyi var. Çox təəssüf ki, bu dəqiqə Türkiyənin özündə belə erməni diaspor təşkilatları bizdən daha yaxşı çalışırlar. Bizdən 3 milyondan çox orada Azəri kökəni, Azəri türkü var. Amma onların ermənilər bilmirəm nə qədərdir, nəşriyyatları var, kitab buraxırlar, nə eləyirlər. Bizimkilə mən bu dəfə onu orada çox ciddi şəkildə də dedim ki, belə olmaz.
o çalışırıq ki, oradakılar da indi müəyyən fəallaşsınlar və ayın 26-sında İstanbulda bütün Türkiyədən gələn deməli avtobuslarla gələcəklər. Hər halda biz böyük bir yürüyüş keçirmək istəyirik ki, o yürüyüşdə DAK-ın üzvlərində böyük bir fəaliyyəti olacaq. Xocalı soyqırımını yada salmaq üçün və bütünlə bir daha nümayiş elətdirmək üçün. Hər yerdə, Türkiyədə də, İranda da, dünyanın hər yerində biz işləməliyik. Bizə, bizim millətimizə dinclik yaraşmaz və bu millət öz taleyini həll edib, taleyini həll edənə qədər, birliyinə qovuşana qədər, ondan sonra onu kənar qüvvələrin əli ilə bizə yazılmış o faciəli qədəri, taleyi düzəldənə qədər biz gecə-gündüz çalışmalıyıq. Hərə bir yolla, bu paltak otağı məsələn, bu da bir xidmətdir. Bir kitab yazır, o da xidmət, amma hamısı namusla, vicdanla olmalıdır və bir-birini hörmətlə olmalıdır. Təşəkkür edirəm sizə.